Sən ey ordumun mərd əskərləri, döyüş cəbhələrdə çəkilmə geri. Məğlubdur düşmənin, sınıbdır beli. İrəli, irəli, yalnız irəli, Azərbaycan əskəri. 100 ölər, 1000 dirilərik savaşda. Fərq etməz döyüşdə, ya da barışda. Torpağından verməm bircə qarış da. Kabusuna çevrilərik, bunu bil. Harayı ilə dizlərini əstirən, qoşun qoşun, əskərlərin var qarşında. Nəyə ümid bəsləyirsən ey düşmən? Sonun çatıb, sən özün də bilirsən. Azərbaycan ordusuna yaşasın Azərbaycan. Xoş gördük əzizləyicilər. Komandativ efirdədir. Bugünkü çəkilişimiz Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının mübariz xüsusi təyinatlı dəstəsidir. Mərd igidlərimizi tanımaq üçün ekrana yaxın əyləşin. Komanda TV hər zaman olduğu kimi Azərbaycanın silahlı qüvvələrində xidmət aparan mərd igidlərimizi çəkib izləyicilərə təqdim etməyə özünə borc bilir. Bu dəfə Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların Mübarizlər Xüsusi Təyinatlı dəstəsinin qonağı olduq. Hərbi hissəyə daxil olduğumuz andan etibarən nizam-intizam, səliqə-səhman bizi heyran etdi. Mübariz xüsusi təyinatlı dəstəsi olarak komandirlerin bize verdiği tapşırıkları her zaman ve her an vaktinde ve dakik kalmış bağısına Doğrumuz olsun. Yerine getirmeye Komanda TV Mübarizlər Xüsusi Təyinatlı dəstəsinin dağlıq ərazidə keçirilən təlimlərinin canlı şahidi oldu. Bu təlimlər xüsusi təyinatların dağlıq ərazidə döyüş bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətin fiziki dözümlülüyünün artırılması məqsədini daşıyır.
Komanda TV davam eləyir. Arxamda gördüyünüz xüsusi təyinatların üstündəki çəki 25-30 kiloqrama yaxındır. Onların əşya torbası, önlük, silahlar hamısı bir yerdə ağır çəki edir və bunlar bu ağır çəki ilə gördüyünüz dağlıq ərazidə artıq 35 kilometrdən çoxdur ki, traves yürüyüşü yürüyürlər. Xoş gördük komandir. Xüsusi təyinatlar mənsubu Musazadə. İstərdik bu, bax gör, biz neçə kilometrdə artıq bunlar ağır çəki ilə bu təlimi keçirlər. Bu təlim barədə bizə məlumat verərdiniz. Bu təlimlərin keçirilməsində əsas məqsəd istənilən ərazi relyefindən və hava şəraitindən asılı olmayaraq fiziki hazırlığının və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədi ilə keçirilir. Çox sağ olun. Bu həqiqətən də belədir. Biz Komanda TV olaraq daim xüsusi təyinatları çəkəndə şahid oluruq ki, onlar üçün heç bir çətinlik, heç bir ağır bir şey yoxdur və hal-hazırda da xüsusi təyinatların komandiri vurğuladığı kimi onlar çətin relyefə malik olan bir ərazidə təlimlərini davam etdirirlər. Xüsusi təyinatlı olmaq arzusunda olan hər bir hərbiçi bu şərəfli, eyni zamanda çətin yolda tapşırıqların öhdəsindən gələ bilmək üçün öncə seçim mərhələsində psixoloji testlərdən keçməli, fiziki imtahanlarda yüksək nəticə əldə etməlidir. Şahidi olduq ki, gənc hərbi qulluqçularımız xüsusi təyinatlı olmaq üçün hər cür çətin sınaqlara hazırdır. Xüsusi təyinatların növbəti təliminin şahidi olduq. Gördüyünüz kimi sulu bir ərazidə, yağışlı havada çox çətin bir təlim keçirlər. İstədik bu təlim barədə məlumat alaq. Xoş gördük. Xüsusi təyinatlı mənsubu Cəfərov. Cəfərov, biz şahid olduq ki, soyuq bir havada siz göl şəraitində su keçid edirsiniz. Bu təlimlər ümumiyyətlə çətin gəlmir ki, hərbi qulluqçulara. Bu təlimlər ağır və çətin olsa da hər bir xüsusi təyinatlı buna qadirdir. Var olun, həqiqətən də qürur vericidir ki, bizim xüsusi təyinatlar ən çətin təlimləri belə özlərinə çətin bilmirlər, çünki onlar xüsusi təyinatlıdırlar. Sizi tanıyaq. Xüsusi təyinatlı mənsubu Şıxəliyev. Şıxəliyev, necə idi təlimlər, necə gedir ümumiyyətlə, razısınızmı? Təlimlərimiz çox gözəl keçir, çətin olmasına baxmayaraq bu işin öhdəsindən layiqincə gəlirlər. Var olun, həqiqətən də fəxr edicidir ki, hər bir kəs xüsusi təyinatlı olmaq üçün can atır. Onlar gördüyünüz kimi soyuq havada suya daxil olaraq xüsusi təyinatlı olmaq üçün bu çətin təlimi keçirlər. İndi onların özündən müsahibə alacağıq. Sizi tanıyaq. Xüsusi təyinatlı Ramin Rəcəbli. Rəcəbli, bax soyuq havada suya girdiniz və sizin yan yörənizdə silah atırlar, suda sizi ağır, yaralı yoldaşınızı daşıyırsınız. Necə gəlir? Çətin deyil ki bunlar sizə. Xeyr, çətin olmasına baxmayaraq bizim üçün bir şərəfdir. Xüsusi təyinatlı olmaq üçün siz hər bir şeyə hazırsınız. Bəli. Var olun, sizlər Qalib ordunun qulluqçularısınız. Sizi tanıyaq. Xüsusi təyinat mənsubu Həsənov. Həsənov, mən fikir verdim, sən orada üzü qoyulu suya getdin. Çətin gəlmədi ki sənin üçün. Xeyr, çətin gəlmədi. Bu bizim üçün böyük bir şərəfdir. Sizə necə çətin gəlmədi ki bu soyuq havada təlim keçmək? Xeyr, biz hər bir çətinliyə hazırıq. Var olun, sizi tanıyaq. Xüsusi təyinatlar mənsubu Əsgər Əhmədov. Əhmədov, soyuq idi su. Xeyr, Bu təlimləri daim mi keçirsiniz? bəli. Var olun. Gördüyünüz kimi əziz tamaşaçılar, komandoda daxili qoşunların xüsusi təyinatlı hərbi qulluqçuların təlimini göstəririk. Təlim heç də gördüyünüz kimi asan keçmir. Onlar daim bu təlimlərini, tək bizim çəkilişdə yox, hər gün günün nizam planına uyğun olaraq təlim keçirlər. Dağlıq meşə ərazisində, çətin relyef ərazilərdə, çünki bunlar xüsusi təyinatlardır və bir xüsusi təyinatlının yetişdirilməsi üçün çox bir vaxt xərab olunur. İstərdik təlimatçılarımıza yaxınlaşaq. Bir təlimatçı kimi necədir, razısınızmı? Təyinatlı mənsubu Quliyev. Var olun. Quliyev, razısınızmı hərbi qulluqçuların təlimindən? Təyinatlı olmağın verdiyi qürur qədər təyinatlı hazırlamaq da özü böyük qürurdur. Var olun. Sizi tanıyaq. Xüsusi təyinatlı mənsubu Ramazanov. Ramazanov, sizin də üzərinizə böyük bir iş düşür. Çünki siz xüsusi təyinatlı yetişdirirsiniz. Siz onları tam o abu-havaya gətirmək üçün fikir verdik. Siz də onlarla bircə suya girmişdiniz. Necədir ümumiyyətlə bu təlimlər sizə necə? Razısınızmı? Çətin deyilmi? Çətin də olsa bir o qədər şərəfli yoldur. Biz çalışırıq ki, bütün hərbi qulluqçular bu şərəfli yoldan keçsin və vətənin keçişində daim hazır dursunlar. Var olun. Gördüyünüz kimi Qalib ordunun qalib mənsubları hər an istənilən təlimə hazırdılar və onlar böyük qürurla onlara verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışırlar. Gözünüz Komanda TV-də olsun.
Hərbi əməliyyatların mühüm bir hissəsi də düşmən postlarının zərərsizləşdirilməsidir. Bu məsuliyyətli tapşırığı qüsursuz şəkildə yerinə yetirmək, xüsusi planlaşdırma, taktika və icra tələb olunur. Düşmənin döyüş qabiliyyətini azaltmaq, strateji mövqeləri ələ keçirmək və mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün bu cür əməliyyatların önəmli məqamlardandır. Mübarizələr xüsusi təyinatlı dəstəsi düşmən postunun zərərsizləşdirilməsi və şərti əməliyyatının öhdəsindən layiqincə gəldi. Asan Könülləri Təşkilatı ilə Komanda TV verilişinin birgə layihəsi olan Əsgərə Məktub layihəsi çərçivəsində hərbi hissədəki əsgərlərə və ən ucqar çətin relyef şəraitində təlim keçən xüsusi təyinatlılara vətəndaşların Azərbaycan ordusuna olan inamını, rəğbətini ifadə edən məktubları çatdırdıq. Komanda TV davam edir. Əziz tamaşaçılar, bildiyiniz kimi Asan Könülləri Təşkilatı ilə bircə həyata keçirdiyimiz Əsgərə Məktub layihəsini çəkirik. Arxamda gördüyünüz əsgərlərə yazdığınız məktubları Asan Könüllülər onlara çatdıracaqlar. Əziz əsgər anaları, hal-hazırda əsgərlərimizin yanındayıq. Sizin övladlarınız çox yaxşı bir şəraitdə xidmət aparırlar. Onlar qalib ordu sıralarında xidmət aparırlar. Əsgərə Məktub layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılan məktublar onlara çatılıb. İstərdik öyrənək görək nə yazıblar. Xoş gördük. Əsgər Ələkbərli. Sir deyilsə nə yazıblar məktubda, kim yazıb? Bəli, 3-cü sinif şagirdinin hal-hazırda məktubu mənim əlimdədir. Yəni ilk dəfədir bu hissləri yaşayıram. Çox qürur verici hissdir. Mən də yəni Azərbaycan Respublikasına xidmət etdiyim üçün çox qürur duyuram. Yəni Azərbaycan xalqının, Azərbaycan əsgərinə qarşı yəni bu cürünə qürur verici, bu cürünə dəstəyini görmək mənim üçün çox xoşdur.
Mən fəxr edirəm ki, Azərbaycan Respublikasına xidmət edirəm. Neçə aydır xidmətdəsən? 3 aydır. 3 ay. Bax, buradan sənin valideynlərin, yaxınların baxır. Onlara nə ürək sözün varsa buyurub söyləyə bilərsən. Salam göndərirəm. Sənə uğurlu xidmət. Sizi tanıyaq. Əsgər Nəsilli. Nəsir, neçə aydır xidmətdəsən? 3 ay. Sizə məktubu kim yazıb? Mənə birinci kurs tələbəsi yazıb. Bu çox mükəmməl hisslərdir ki, biz burada yaşayırıq. Yəni bizə güvəndiklərini, hər daim bizi sevdiklərini məktubda bizə xatırladırlar və biz də fəxr edirik tələbələrimizlə və vətəndaşlarımızla fəxr edirik ki, onlar həqiqətən əsgəri çox əziz və çox əzizləyirlər. Bəli, siz bizim qürurumuzsuz. Bax, buradan sənin valideynlərin, səni tanıyanlar baxır. Onlara nə ürək sözün varsa buyur söylə. Hər birinə salam göndərirəm. Narahat olmasınlar, burada çox yaxşı şəraitdə qulluq eləyirik, xidmət eləyirik və sizi öpüb, qucaqlayıb bağrıma basıram. Çox sağ olun. Var ol, sənə xidmətində uğurlar. Sizi tanıyaq. Əsgər Abbasov. Bax, buradan sənin valideynlərin, yaxınların baxır. Nə ürək sözün varsa buyur söylə. Buradan ailəmə, valideynlərimə salam verirəm. İnşallah tez bir vaxtda xidmətimi başa vurub evə qayıdacağam. Sənə uğurlar. Sizi tanıyaq. Əsgər Cəfərov. Cəfərov, baxıram məktubu oxuyursan, ürəklə oxuyursan. Kim yazıb sir deyirsən? Bəli, məktub yazan 2-ci kurs tələbəsidir. Məktubu oxuyarkən çox qürur verici hisslər keçirdim mən də. Məktubun məğzu ondan ibarət idi ki, Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsindəki qələbəsi idi. Mən də qürurlandım ki, Azərbaycanın qalib ordusunun qalibəsiyəm. Var ol, biz də səndən qürur duyuruq. Sən neçə aydır xidmətdəsən? 3 aydır xidmətdə. Maşallah, sənin də valideynlərin səni bu bizim komandativ vasitəsilə baxır. Nə ürək sözün varsa buyur söylə. Buradan anama, atama, bacıma hamısına salam göndərirəm. İnşallah xidmətimi tez bitirib qayıdacağam. Sənə uğurlu xidmət. Sizi tanıyaq. Əsgər Nəcəfov. Nəcəfov, necədir xidmət? Çox sağ olun, yaxşıdır. Hər bir şey öz qaydasındadır. Daxili qoşunlarda xüsusən də bu hərbi hissədə xidmətimlə fəxr edirəm. Yəni hər bir hərbi qulluqçuya arzulayıram belə bir yerdə xidmət eləməyi. Sir deyilsə kim yazıb? Xeyr, sir deyil. Yəni 5-ci sinif şagird tərəfindən yazılan bir məktubdur. Azərbaycan əsgərlərinin Azərbaycan əsgərlərinə bəslədiyi duyğular barəsində yazıb. Yəni bu çox qürur, fərəh doğurucu bir hissdir ki, yəni adi 5-ci sinif şagird, yəni balaca bir uşağın orduya, əsgərlərə qarşı belə bir münasibət bəsləməsi, yəni hər bir əsgər üçün fəxr hissidir. Var ol, sənə xidmətində uğurlar. Sən də öz valideyni və buyur ürək sözlərimi söylə. Buradan ailəmə, sevdiklərimə və bütün Azərbaycan xalqına salam göndərirəm. Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Sizi tanıyaq. Çavuş Cəbrayılov. Cəbrayılov, neçə aydır xidmətdəsən? 18 aydır xidmət edirəm. Ay maşallah, sən artıq evə hazırlaşırsan getməyə. Bir 18 ay xidmət etmiş əsgər kimi buradan sənə baxan gənclərə nə söyləmək istəyərsən? 18 aydır daxili qoşunların bu hərbi hissəsində xidmət edirəm. Hərbi xidmət hər bir gəncin borcudur. Hamı vaxtında gəlib öz vətənə olan borcunu yerinə yetirib sağ-salamat evinə qayıtsın. Maşallah, sən doğrudan da bilirəm ki, yaxşı xidmət eləmisən, komandirin də dedi. Artıq sənin geridə 18 ayın var, evə geri dönəcəksən. Sən də məktub oxuyursan. Bax, o məktubda nə yazıblar, sir deyilsə və kim yazıb? Buradan məktubumuzu 3-cü sinif şagirdi yazıb. Buradan bizim xidmətimizlə fəxr etdiklərini, bizlərlə qürur duyduqlarını bildiriblər. Yəqin ki, geri dönəndə o şagirdi tapıb görüşəsən. Qismət olsa bəli. İnşallah sənə uğurlu xidmət və sağ-salamat evə gedəsən. Sizi tanıyaq. Çavuş Əliyev. Əliyev, necədir əsgərlik xidməti? Hər şey qaydasındadır. Çox sağ olun. Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Neçə aydır xidmətdəsən? 15 aydır xidmət. Ay maşallah. Bax, valideynlərin baxır, səni tanıyanlar baxır. Nə ürək sözün varsa komandativ vasitəsilə buyur söylə. Buradan valideynlərimə, bütün məni tanıyanlara salam göndərirəm. İnşallah az bir vaxt qalıb sağ-salamat evimizə qayıdacağıq. Ən çox kimin üçün darıxmısan? Ailəm üçün. Var ol, sənə xidmətində uğurlar. Neçə aydır xidmətdəsən? 3 aydır xidmətdə. 3 aydır. Bəli. Darıxmırsan? Xeyr. Sən valideynlərin baxır, nə ürək sözün varsa buyur söylə. Mən sevdiklərimə, xalqıma salam söyləyirəm. Heç bir narahatçılıq yoxdur. Hər şeydən, yəni bizdən narahat olmasınlar. Daxili qoşuna xidmətimizlə fəxr edirik. Var ol, sənə xidmətində uğurlar. Çəkilişimiz davam edir. Hal-hazırda növbəti məktubları çatdıracağıq. Gözünüz komanda TV-də olsun. Əskərlərimiz hal-hazırda gördüyünüz kimi məktubları oxuyurlar və yanımızda Naxçıvan Regional Asant Xidmət Mərkəzinin əməkdaşıdır. Xoş gördük. Xoş gördük. Biz Naxçıvan Regional Asan Xidmət Mərkəzi olaraq əsgərə məktub layihəsi çərçivəsində yazılmış, vətəndaşlar tərəfindən yazılmış məktubları əsgərlərimizə çatdırdıq. Növbəti məktubları hara çatdırırıq? İndi isə çöl şəraitində xidmətini keçirən xüsusi təyinatlı qüvvələrə məktublarımızı aparacaq.
Gözünüz bizdə olsun. Hal-hazırda məktublar çatıb və növbəti məktubumuzu çöl şəraitində xidmət keçən xüsusi təyinatlara aparıb çatdıracağıq. Gözünüz Komanda TV-də olsun. Komanda TV davam eləyir. Məhz söz verdiyimiz kimi Asan xidmətinin əməkdaşı ilə birlikdə xüsusi təyinatların təlim keçdiyi məkana gəlmişik və məktubları hal-hazırda gətirmişik paylamağa. Bir daha xoş gördük sizi. Xoş gördük. Yəni bizim üçün də çox qürur verici bir andır ki, vətəndaşlarımız tərəfindən yazılmış Əsgərə məktub layihəsinin məktublarını vətənimizin keşiyində duran igid oğullarımıza gətirib çatdırırıq. Əziz tamaşaçılar, bilirsiniz ki, Asan xidmətə daxil olanda orada əskər güşəsi var. Orada sizin yazdığınız ürək sözlərinizi məhz əskərlərimizə və xüsusi təyinatlarımıza çatdırırıq və bunu biz Asan könüllülər, Asan xidmətlə birgə həyata keçiririk. Hal-hazırda sizin yazdığınız məktubları bizim könüllülər əskərlərə çatdıracaqlar. Buyurun. Salam Azərbaycan ordusunun qorxmaz əskəri. Ümid edirəm ki, yaxşısan. Bu gözəl və uca vəzifəni qürurla, mərdlə yerinə yetirdiyinizə görə sizlərə təşəkkür edirik. Sizlər Azərbaycanın qürur və fəxr mənbəsiniz. Arzu edirəm ki, öz vəzifənizi yerinə yetirdikdən sonra sağ-salamat öz evinizə və ailənizin yanına gedəcəksiniz. Yaşasın Azərbaycan əskəri. Sağ ol, qorxmaz və igid əskəri. Buyurdun gurur yeri, sen vətənin